Salam, hər vaxtınız xeyir olsun. Prizmanın növbəti buraxılışında xoş gördük hər birinizi. Ümid edirəm ki, yaxşısınız. Necəsən Aydan? Salam Sevinç, salam əziz izləyicilər. Təşəkkür edirəm, yaxşıyam. Ümid edirəm sən də, həmçinin izləyicilərimiz də yaxşıdır. Əm, Çəkilişdən öncə baxdım xəbərlərə. Çox maraqlı xəbərlər var. Təbii ki, bu Bəli. həftə də yenə biraz kriminal hadisələr də olub. Təəssüf ki. Bəli, təəssüf ki, amma ilk xəbərlə başlayaqmı? Aydan, bu dəfə istəyirəm cinayətlə başlamayaq, biraz maraqlı xəbərlə başlayaq. Belə ki, Türkiyədə araşdırma aparıblar, ən küskün və bədbəxt hiss etdirən peşələri sıralayıblar. Birinci növbədə mühasib dayanır, təhlükəsizlik əməkdaşı, kassir, aparıcı, sahə mühəndisi və sair kimi peşələr də ardınca gəlir. Mən düşünürəm ki, bunlar peşələrin hamısının ortaq xüsusiyyəti insanlarla işləyirlər, insanlarla ünsiyyətdə olurlar deyə düşünürəm ki, bu cür belə depressiv hiss edirlər və sən nə düşünürsən? Mən də eynilə sənin kimi düşünürəm. İnsanlarla daima kontaktda olan, insanların məsuliyyəti öz üzərində olan peşələr. Bura mən deyərdim həkimlər də aiddir, elə Bəli. psixoloqların özləri də aiddir burada. İnsanlarla daima kontaktda olurlar və sanki öz həyatlarının məsuliyyətindən əlavə bir başqa şəxslərin də artıq həyatının məsuliyyətini öz əllərinə alır. Bundan məsuliyyət daşıyırlar. Birinci mühasiblik qeyd etdim. Mühasiblik ona görə ola bilər ki, onlar daima bir məkan daxilində işləyirlər, insanlarla kontaktda olurlar daima. Mühasiblik də elə bir işdir ki, hər zaman sanki beynin daimi olaraq sol yarımkürəsi inkişaf edir. Riyazi məsələlər, konkret məsələlərlə daha çox mühasiblər məşğul olur. Yerdə qalan, yəni sağ yarımkürə isə o yaradıcı tərəf var ki, insanın duyğusal olaraq bəsləyən tərəfi. Bu tərəf isə artıq inkişafdan sanki müəyyən bir dərəcədə geridə qalır. Bu əqli gerilik baxımından deyil. Hər bir insanın IQ-su və EQ-su var. IQ inkişaf edir, EQ isə inkişaf etmir sanki. EQ dedikdə nəyi nəzərdə tutursan? Emosional zəkanı nəzərdə tuturam. Hər bir insanın IQ-su olduğu zaman, yəni zəkası, savadı, biliyi yerində olur, amma EQ-sunu bəzən insanlar idarə edə bilmir. O EQ səviyyəsi yüksək olmadığı zaman emosional idarə etmədən də artıq müəyyən bir addımda geridə qalmış olur. Nəyə görə soruşdum? Çünki biz IQ bizə tanış termindir, hamımızın istifadə etdiyimizdir. Amma EQ nədir? Onun bizə nə faydası var? Biraz bunu da ətraflı izah etsən. Fərqini nəzərdə tutursansa, IQ dediyin kimi zəka Bəli. tərəfdir, bilik tərəfdir. EQ-nu qeyd edirsən ki, çox insan bilmir bunu. EQ də əslində bizim duyğularımızdır. Belə bir fikir var el arasında. Deyirlər ki, ürəyinin səsini deyil də məntiqinlə hərəkət et. Amma məsələ bu deyil. Biz adi nə isə qərar verəndə balanslı şəkildə olmalıdır. Zəkamızla müəyyən bir açıqlığı, yəni aydınlıqla nə isə görə bilərik, amma duyğusal olaraq da bizim o duyğumuz o məsələ ilə bağlı nə deyir, bunu da eşitmək lazımdır. Duyğularımızı görməzdən gəlib daima zəka ilə davam ediriksə, bu sağlam qərar deyil. İkisi də, yəni EQ də, IQ də balanslı şəkildə olmalıdır. EQ-muzu da inkişaf etdirdiyimiz zaman əsəbi oluruq, günlük stresli oluruq, yəni iş mühitidir, stresli ola bilərik. Bu normal bir duyğudur. Bu duyğularımızı qəbul edib onları tanımağı bacarıb. Həmçinin də o duyğuları biz idarə edə biliriksə, artıq bəli, bu zaman EQ-muz da inkişaf edib. Mövzudan çox kənara çıxmayaq. Gəl qayda mühasibə. Mühasibədə də eynilə IQ daha çox inkişaf edir. EQ-dən artıq geridə qalmış olur. Bu da o duyğularını görməməzliyə gətirib çıxardır. İnsanlarla daima kontaktda olur. Artıq müəyyən bir müddət sonra, misal üçün 3 ildən sonra mühasibatlıqda artıq işləyir. O mühitdə o qədər olur ki, IQ də çox inkişaf edir. Özünə qarşı olan EQ-sündən də geridə qalmış olur. Ona görə bədbəxt və kədərli, üzüntülü olaraq qələmə veriblər həmin peşələri. Çünki o emosiyalarının fərqində deyil, nə hisslər keçirdiyini. Bunun da fərqində olmadığı zaman insan, o mühasiblər də insanlarla kontaktda olduğuna görə ünsiyyətdə müəyyən problemlərə rastlaşmış ola bilərik. Yəni o informasiya kommunikasiyası yarımçıq qalır sanki müəyyən bir yerdə. Bəzən aqressivləşə də bilirlər. Və nəzərə alsaq ki, günümüzün böyük bir hissəsi işdə keçir, mən düşünürəm ki, çox önəmlidir. Yəni iş həyatımızla özəl həyatımız və psixologiyamız arasında balansı qorumaq. Bəli. Bununla bağlı ən sonda bir yekunlaşdırıb fikir bildirəcəm. Amma ondan öncə də deyərdim bir növbəti hansı peşə idi? Təhlükəsizliklə bağlı isə. Bəli, təhlükəsizlik əməkdaşı, kassir, nəzarətçi, gözətçi, aparıcı, sahə xidmət mühəndisi, müştəri xidmətləri üzrə mütəxəssis. Təhlükəsizliklə bağlı olan
peşələrdə də polisləri nəzərdə tuta bilərik, dövlət işlərində işləyənləri. Onlar da eyni qaydada. İnsanların məsuliyyəti onların üzərində olduğuna görə axı hər kəsin daxili olaraq, yəni psixoloji olaraq da qoruma instinkti var. Biri var ki, bu sadəcə özünə qarşı olsun. Bir də var ki, birdən daha çox insanların məsuliyyəti üzərində olsun. Bu məsuliyyəti öz üzərində daşımaq, onları daima qorumaq olsun. Birinə zərər gələndə belə o psixoloji olaraq insan zədələnmiş olur. Misal üçün, polislərdən götürə bilərik. Cinayət hadisəsinə rastlaşırlar. Burada qətl hadisələri zamanı onlar daha açıq hər şeyi görə bilir. Yəni aydınlığı ilə. Bəli. Bunu nəyə görə hər bir insana göstərmirlər? Hətta hər hansısa bir həssas video olanda adi bunu sosial şəbəkə belə özü qısıtlayır, Bəli. bloklayır ki, heç kim görməsin və yaxud da ürəyi zəif olan insanlar baxmasın deyə qeyd edirlər. Yəni bu tip artıq paylaşımlar varsa, bunu da bilavasitə əlaqələndirə bilər. Yəni belə sadə şəkildə izah edirəm ki, hər kəsə daha rahat anlaşılan olsun. Polislər də eynilə. Polis ola bilərlər, bəy ola bilərlər. Yəni hazırda hər bir polis nümayəndəsi də sadəcə bəydən ibarət deyil. Yəni burada xanımlar da olur. Bəli. Onların həssas olması, nə qədər soyuqqanlı olsa da insan, bəzən bir hadisə ani olaraq insanın boşluğuna gəlir. Yəni o emosional boşluq olur bəzən insanda. O boşluğa təsadüf eləyəndə o soyuqqanlılıq artıq özünü qorumur. Soyuqqanlı olmaq nə deməkdir? İnsanın özünü qorumaya keçməsi deməkdir. Bu əslində qoruma mexanizmidir. Heç kim duyğusuz deyil, heç kim soyuqqanlı deyil. Bəzən insanlar o qədər kədərə məruz qalır, üzüntüyə məruz qalır, şiddətə məruz qalır. Yəni burada təkcə fiziki şiddətdən deyil, həmçinin psixoloji, emosional şiddətdən də söhbət gedir. Bəli. Yəni bunlara artıq insan o qədər məruz qalır ki, bədənini qorumaq üçün, zehnini, o psixologiyasını qorumaq üçün soyuqqanlılığını önə qoymuş olur. Yəni soyuqqanlılıq hər zaman xarakterimizin bir parçası olmur. Bəzən də travmalarımızın nəticəsində Bəli. yaranan bir instinkt demək istəyirsiniz. Bəli, bəli. Eynilə doğrudur. Bəzən xarakter də ola bilər təbii ki burada. Uşaq necədir? Biz hər zaman nə deyirik? Uşaq gördüyünü öyrənir. Əgər ailə daxilində hər kəs soyuqqanlıdırsa, bunu bu cür də görüb öyrənə bilər. Əgər hamı səmimidirsə, bəli, o zaman da daha çox səmimi olur. Çünki gördüyünü tətbiq edir uşaq. Eynilə də təhlükəsizlik xidmətində əmək fəaliyyəti göstərən şəxslərdə bu cür hallara rast gəlməsi qaçılmazdır. Çünki emosional olaraq daima zədələnmələrlə rastlaşılır və bunun üzərində işlənilmədiyi zaman emosional olaraq çökmüş olur. Emosional olaraq çökdüyü zaman da depressiv hiss edə bilər, kədərli hiss edə bilər və bu sadəcə olaraq tam olaraq düzəlməyəndə mən bunu hər zaman deyirəm, əgər biz üzüntülü, kədərli hiss ediriksə, icazə verək özümüzə onu hiss edək. Bədənimizə icazə verək. İnsanlarla bugün mən danışmaq istəmirəm deyim. Ancaq yerimin içində yatmaq istəyirəm. Yatın. İcazə verin ki, bədəniniz dincəlsin. Çünki o an onu hiss ediriksə, az öncə nə demişdik? EQ demişdik. EQ Bəli. bu deməkdir. Sən o duyğunu tanıyırsan və o duyğunu icazə verirsən ki, onu yaşayıb sən onu bitirəsən. Bəzən insanlar kədərli olur, depressiv hiss etməmək üçün gedir əyləncəli yerlərdə, məkanlarda. Daim gülür. Bəli, daima gülməyi üstün bilir. Niyə kimsə mənim dərdimi dinləsin? Heç kimə maraqlı deyil mənim dərdim. Danışım, özümü bədbəxt hiss etdim. Belə bir deyim də var, deyir gözəl görən insanların dərdi böyük olur. Bəli. Amma bu belə deyil təbii ki. Hər şey güllük gülistanlıq deyil həyatda. Bəli. Həyatı biz pisi ilə də, yaxşısı ilə də qəbul etməyi bacarmalıyıq. Bizim də yəni özümüzün xarakterində quruluş budur, struktur budur. Yaradılış bundan ibarətdir. Pis və yaxşı. Məsələn, burada bu sual vermək istəyirəm ki, bugün şirkətlərdə, müəssisələrdə psixoloji yardıma ehtiyac varmı? Yəni o müəssisə olaraq o yardımı alırlarmı, yoxsa işçilərin hər biri təklikdə, fərdi olaraqmı etməlidir bunu? Bunu deməyim nə qədər doğru çıxar bilmirəm. Amma mənim bununla bağlı, yəqin sən özün də bilirsən, bir Bəli. layihəm var, Inspiro adında. Sırf işçilərlə bağlıdır. İşçilər dediyim əslində müəyyən bir şirkət işçisi nəzərdə tutmuram burada. Hər bir qurumun, hər bir şirkətin, hər bir insana xidmət edən, hər bir o peşəmi deyim, hamısının psixoloji dəstəyə ehtiyacı var. Və o şirkətin, o qurumun daxilində olan işçilərin psixologiyası qaydasındadırsa, onun
məhsuldarlığı da artmış olur. Özümüzü nə qədər fərah, rifah içində hiss etsək biz, insanlarla da bir o qədər öz daxilimizdəki kimi davranmış olacağıq. Bəli, əlbəttə olur. Sən dedin ki, edirlərmi? Bəli, edirlər. Təbii ki, bunu hər kəs bildirmir, hiss etdirmir. Yəni bu etik deyil. Yəni fikrimi tam ümumiləşdirim. İnsan həyatının sağlamlığı ilə, təhlükəsizliyi ilə, ümumiyyətlə o gündəlik işlər olsun, mühasibatlığın belə özü olsun, insanla bağlı olan hər bir sahə, hər bir peşə, hər bir qurum, şirkət psixoloji dəstəyə ehtiyacı var. Və bu üzrə də işlər gedir. Mən öz layihəmdən əminliklə deyə bilərəm. Çünki bunlara açıqdır həmin qurumlar. Sadəcə olaraq etik kodeksə əsasən gizli saxlanılır. Gələk təhlükəsizlik xidməti ilə bağlı müəyyən bir fikirləri bildirdim. Daha sonra kasser demişdim. Bəli. Kasserlərlə bağlı bəzən insanlar elə münasibət bəsləyirlər ki, cəmiyyətin nümayəndələrini nəzərdə tuturaq. Sanki kasserin ancaq xidməti sadəcə olaraq o insan üçün. Doğrudur, insana xidmət etməkdir. Amma kasser özü də konkret olaraq hər şeyə diqqət etməlidir deyə. Və bu nüansı da qeyd edim ki, yadımdan çıxmamış. Daha çox diqqət tələb edən peşələrdə stresli olma ehtimalı daha çoxdur. Bura sürücülər belə aiddir. Çünki eyni anda bir neçə yerə baxırlar. Bəli. Və məsuliyyət var. Həmin sürücünün, sərnişinin təhlükəsizliyi o şəxsin üzərindədir. Yəni o məsuliyyət onun üzərindədir. Kasserlərdə də eynilə. Burada kassanı idarə edir. Ona verilən məbləğin doğru şəkildə qaytarılması olsun, bir məsuliyyətdir. Bəli. Daha sonra məhsulların bir-bir hər birinin keçirtməsi olsun. Gözdən qaçan bir nüans olarsa yanlış olur. Müdiriyyət, menecerlərin olsun, HR-ların olsun, tələblərinə əsasən, yəni o beynində daima fikirləşir ki, mən birdə məsuliyyətsizlik edərəm, yanlışım olar, mənim üçün problem çıxar. Amma mən qeyd edim ki, bu araşdırma Türkiyədə edilsə də, Azərbaycanda da bu gün vəziyyət eynidir deyərdim. Mən dəfələrlə özüm də şahid olmuşam. Marketlərdə kasserlərlə sanki insanlar gündəlik həyatlarında yaşadıkları bütün stresi, bütün aqressiyanı axşam marketə gəlib o kasserə tökürlər. Yəni çox aqressiv rəftarlarla mən qarşılaşmışam kasserlərə qarşı. Ki o kassada duran insanların da 70% bu gün tələbədir. Yəni maddi rifahını təmin etmək üçün kasserlik edirlər. Yəni o insanları biz anlamalıyıq, amma anlamaq əvəzinə bütün aqressiyamızı onlara tökürük bəzən. Çox təəssüf ki, elədir. Yenə gələcəm EQ-yə. Sanki bugün bütün proqram EQ üzərində gedəcək. Məncə də bütün həyatımız bunun üzərinə qurulur. Təbii ki, IQ, EQ balanslı olmalıdır. Onu Bəli. qoruyandan sonra niyə də hər hansı bir problemimiz olsun? Problem olanda belə heç bir şey dediyimiz kimi, yəni güllük gülistanlıq deyil. O güllük gülistanlıq olmayan yerdən belə bir gül çiçək yaratmağı biz özümüz bacarmalıyıq. Doğrudur. Anlamağa gələndə təbii ki, indi hər kəs fərqlidir. Stresini idarə edə bilmir, duyğularını idarə edə bilmir, kimdənsə əsəbini, stresini çıxmağa çalışır. Əslində bunu qəsdi şəkildə etmir, yəni şuurlu olaraq etmirlər. O an ona o nəsə kiçik bir şey qıcıq verir. İnsan artıq o qədər stres içində qalır ki, kiçik bir xırda bir nüans onda sanki bir qığılcım yaradır, həssasiyyətlik yaradır. Təbii ki, artıq o anda qaçılmaz olur ki, bir patlama olsun. Bilirsiniz də bu sahədə aparıcılar da var. Mhm. İstəyirəm onlara da bir nəzər salaq, öz peşəmiz. Tamam. Onların üzərində də yenə eyni qayda, məsuliyyət var və diqqət var. Gəl biz öz üzərimizdən götürək. Bəli. Bu anda sadəcə olaraq kamera, yəni telefon önündə deyim, televizor önündə izləyənlər sanki çox rahat bir iş kimi görə bilər bunu. Amma bu qədər də rahat deyil. Bu kamera önüdür. Amma bunun kamera arxası və kamera önündə belə bizim idarə etdiyimiz müəyyən bir nüanslar var. Adi dediyimiz sözlər olsun, sözlərin tənəffüsü, sözlərdə işlətdiyimiz vurğular, oturuş qaydamız, duruşumuz, səsimizin idarə etməyimiz, baxışımız, bədən dilimiz, intonasiya olsun. Yəni bunların hər birini idarə etmək. Həmçinin mən birdən bunu bu cür deyərəm, cəmiyyət bunu doğru şəkildə anlamaz. Bu gün elə məncə bir çox aparıcının, hamısını deməyəcəm, diqqətindən qaçan nüansı da elə bəs budur. Çünki bizə müəyyən bir kütlə baxır. Yəni bizim dediyimiz sözlər müəyyən bir kütlədə fikir formalaşdırır.
Biz ona görə danışdıqlarımıza diqqət etməliyik. Hər şeyə öz aspektimizdən əlavə obyektiv yanaşmağı bacarmalıyıq hadisələrə ki, qarşımızda olan insan bizi dinləyir, bizim sözümüzdən nümunə götürür. Doğrudur Sevinç. Ona görə də burada əyləşmək özü də rahat bir proses deyil. Kamera arxasında komandanın işləməsi belə olsun. Neçə nəfər işləyir? Operator Bəli. olsun, səs rejissoru olsun, ümumi rejissor özü olsun. Yəni bunların hər birinin özünün bir funksiyası, yəni öz fəaliyyətləri var. Bunlar artıq yanlış olandan sonra, hər hansısa bir nüansda səhvlik olandan sonra təbii ki, bu aparıcılara da yansımış olur. İzləyicilərə də yansımış olur. Təbii ki, bilavasitə bizim vasitəmizlə izləyicilərə də təsir etmiş olur. Və bunu da qeyd edim ki, hər bir peşədə ortaq bir nüans da var ki, biz nə qədər kədərli oluruqsa olaq, insanlarla daima kontaktda olduğumuza görə o kədərimizi çox hiss etdirməməliyik. Aparıcı da aiddir burada, mühasibi də, təhlükəsizlik xidmətində işləyənlər də, tibb sektorunda işləyənlər də və digər insanların xidmətində olan, insanlara xidmət edən bütün müəssisələrin hər birində bu faktor var. Düşünürəm ki, bu xəbərlə bağlı kifayətdir bu qədər. Keçək növbəti xəbərimizə. Mən demişdim ki, sonda bir ümumi fikir bildirəcəm. Bəli, bəli. Ümumiyyətlə iş mühitində hər zaman komandanın olması çox önəmlidir. Doğru komandanın olması. Elə bir fikri təsadüfdən dedim, öz emosiyalarımızı, bu gün nə yaşamışıqsa, biz özlüyümüzdə yaşamışıq. Şəxsi həyatımızla iş həyatımızı qarışdırmağımız doğru deyil. İş mühitində tamam bir fərqli aydan olaraq, tamam fərqli bir sevinci olaraq olmalıyıq. Şəxsi həyatda isə tamam fərqli bir insan olmalıyıq. Bu qədər Sevinç, keçə bilərsən. Üzr, say böldüm sözünü. Buyur Aydan. Keçirəm onda növbəti xəbərə. Bakının mərkəzində 19 yaşlı oğlan öldürülüb, əmisi tutulub. APA xəbər verir ki, hadisə dünən gecə saatlarında Nizami küçəsində baş verib. 2006-cı il təvəllüdlü Yasin İbadov kəsici deşici alətlə xəsarət yetirilərək öldürülüb. Hadisəni törətməkdə şübhəli şəxs qismində onun əmisi 1987-ci il təvəllüdlü Babək İbadov saxlanılıb. Mən istəyirəm ki, biz rəylərə də nəzər salaq. Mən obyektiv şəkildə sənə çatdırım vəziyyəti ki, sən də ona uyğun təhlil edə biləsən. Fərid adında bir şəxs yazır rəylərdə. Xəbər saytının birində cinsi pozğunluğunun olduğunu gördüm. Gey yəni. Bu həyatda qatil olmaqdansa gey olmaq daha yaxşıdır. Birinin həyatına müdaxilə etmək və onu öldürmək heç bir tərəfdən haqlı çıxarmır adamı. Xoşun gəlmirsə, sil o adamı həyatından. Kiminsə kimdənsə xoşu gəlmirsə, gedib onu öldürsə, ölkədə adam qalmaz. Əlavə olaraq da bu bir xəstəlikdir, hormon pozulmasıdır. Yaxşı əmi olardın, zamanında müalicə elətdirərdin. Yəni, onu öldürməyin səni uca biri eləmir. Nəysə, onsuz bəzi adamlara bunu izah eləməyə dəymir. Bu rəylərdən biridir. Başqa bir rəyi oxuyuram. Əcəb eləyib halaldır əmiyə. Bir başqasını. Öldürülən geydi, güydü, nədir? Ondan olub. Onlar Azərbaycanın gələcəyi üçün ermənilərdən daha təhlükəlidir. Toxumları kəsilməlidir Azərbaycandan. Rusiya dövlət olaraq onlarla mübarizə aparır. Bir başqa rəy oxuyuram. Rəylərdə yazıblar geymiş. Əgər belədirsə, əllərinə sağlıq. Əmi qəbullana bilməyib. Onlar mikrobdular. Virus kimi yayılıb çoxalırlar. Aydan, bu nifrətin səbəbi nədir? Bu nifrətin səbəbi insanlar arasında fərqli olan heç bir şeyin qəbul edilməməsidir. Bu təkcə LGBT üzvü olduğu, olmadığı fərq etmir. Hər kəsə aiddir. Müəyyən bir fərqliliyi hiss edən kimi daim həmin şəxs daşlamağa keçirlər. Sanki sən bu cəmiyyətə aid deyilsən, sən yanlışsan, sən səhv edirsən, sən günah işlədirsən kimi ifadələr işlədərək cəmiyyətdən xaric edirlər. Bu təcrid etmələr təbii ki, artıq həmin şəxsin emosional olaraq təsir etmiş olacaq. Özünün qapanmasına, asosiallaşmasına, özünü ifadə etməsində çətinlik yaradacaq, depressiyaya səbəb olacaq, hətta intihar düşüncələri belə yarada bilər bu şəxslərdə. LGBT üzvlərinə gəldikdə isə bu bir çox ehtimallar ola bilər burada. Müəyyən dərəcədə seçimdə olur. Amma müəyyən bir dərəcədə isə cinsi orientasiyanın pozulması nəticəsində də olur. Bəli. Cinsi orientasiyanın pozulması nəticəsində olan problem nəticəsində həmin şəxs qeydsə və yaxud da və bunu da unutmayım, cinsi orientasiya seçim və psixoloji travma nəticəsində olur. Çalışacağam bir-bir izah edim. Seçimdən başlayım qısa olaraq. Seçim edən şəxslər sürü psixologiyasına tabe olurlar, cəmiyyətdə bunun artdığını görürlər və onlara müəyyən bir dərəcədə fərqli olduqlarına görə, yəni yönəlmələri
olduğunu hiss etdiyi zaman, daha rahatlıqla məşhurlaşa bildikləri zaman. Digər insanlarla müqayisədə daha çox qazanıb, daha rahat yaşadıklarını gördükləri halda Bəli, elə bu təəssüratlara görə ilkin təəssürat yaranır insanda. Bu cür seçimlər etmək məcburiyyətində qalırlar. Gələ cinsi orientasiyanın pozulmasına bu uşaqlıqdan hormonal olan bir problemdir. Bu hormonal problemi düzəltmək mümkündür. Zamanında üzərinə düşülürsə, zamanından keçirsə, ötürsə, artıq təbii ki, yəni onun hormonal olaraq düzəldilməsi ehtimalı bir o qədər də faiz olaraq azalmış. Məcburiyyət qarşısında özlərini onlar rol olaraq o cür aparmırlar və yaxud da gey olsun, lezbiyan olsun, fərqi yoxdur. Bunların LGBT üzvünün hər birində bu nüansı biz görə bilərik. Seçim etmirlər, məcbur qalırlar. Burada onları anlamaq olar. İndi isə gərək psixoloji travma nəticəsində yaranan bu cür seçimlər. Seçim dediyim şuurlu olaraq seçim deyil bu. Yəni o travmadan, o boşluqdan yaranan seçimdir bu da. Bu da əslində müəyyən bir dərəcədə məcburiyyətdir. Bəlkə də sən özün də müşahidə etmisən ətrafında. Daha çox qadın olan ortamda böyüyən oğlan uşaqlar olsun, daima qadın obrazını görürlər. Artıq kişi fiquruna, kişi obrazı ilə tanış ola bilmirlər o bəli, insanda. düzdür. Biz nə demişik? Uşaq gördüyünü edir. Bir evin içində əgər daima xanımlardan ibarətdirsə, 3 bacısı var, anası, nənəsi, anasının hətta yaşayırsa qaynanası, ola bilər ata rəhmətə gedər. Amma ümumiyyətlə bir kişi obrazı yoxdursa evin içində, o xanımlardan ibarət söhbətlər eşidəcək. Biz bilirik xanımlar bir araya gələndə qeybət etmiş olurlar. Qeybət edirlər və həmin o bəylər də, oğlan uşaqları onu görür, o ortamda olur. Yəni biz bilirik ki, uşaq özü 0-3 yaşlarında, yəni 3 yaşında öz mənliyini qəbul edir. Bəli, Bəzən düşünürlər ki, uşaqdır, başa düşmür. Hər şeyi danışıram yanında. Bu yanlışdır. Bir mənalı şəkildə yanlışdır. Şuursuz tərəfimiz, o şuur altımız elə bir funksiyaya sahibdir ki, ətrafında olan hər bir şeyi öz hafizəsinə çəkmiş olur. Daim orada bir sanki disk olaraq, disk formatındadır, qara qutu. Necə bu təyyarələrdə qara qutu olur? Eynilə də bizim şuur altımız odur, qara qutudur. Nə baş verirsə, hamısı ordadır. Nə görürüksə, hamısı ordadır. Orada əgər yanlış bir şey varsa, bu bizim davranışlarımızda, danışıq tərzimizdə, hətta geyim tərzimizdə, xarakter cəhətdən belə hər bir şeyimizə təsir edir. Bunları görməzdən gəlmək olmaz. bəs Aydan, bu insanlara biz necə yanaşmalıyıq? Bugün cəmiyyət olaraq bu insanlara iki cür yanaşma var. Biri bu cür nifrət dolu yanaşma, bunların kökü kəsilməlidir, bunlar olmamalıdır kimi. Bir digəri isə deyir ki, mən dəstəkləyirəm, yaxşı eləyir. Biraz da artsın, öz həyatıdır, özü bilər. Yəni biz bunu niyə bu qədər həm ya gözəlləşdiririk, ya da buna nifrət eləyirik? Gəl belə deyim də, Sevinc. Ümumiyyətlə hər kəsin seçimi özünədir. Bunu qeyd edim. Amma bu o demək deyil ki, o seçimi edibsə, hər kəs onu təcrid etməlidir və yaxud da hər kəs onu dəstəkləməlidir. Bu dəstəklənəcək bir mövzu da deyil. Bəli, Təcrid ediləcək bir mövzu da deyil. Neytral yanaşılmalıdır, obyektiv baxılmalıdır. Ümumiyyətlə tövsiyəm bu olardı ki, hər kəsə. Bəlkə qeyd edə bilərlər ki, siz psixoloqsunuz, ona görə neytral yanaşa bilərsiniz. Amma neytral yanaşmaq həyatımızın hər bir nöqtəsində, hər bir istənilən bir situasiya daxilində bizə çox kömək edir. Bu həyatda baş verən hər bir hadisə əslində normaldır. Bizə öyrətdiklərinə əsasən normaldır. Biz baxış bucağımızı dəyişsək, daima bizdə formalaşdırılan fikirlər əsasında, inanclar əsasında, o qorxularımıza görə biz həmin hadisəyə baxıb müəyyən bir fikir bildiririksə, bu yanlışdır. Əslində daha çox səsi çıxıb onları qəbul etməməliyik, cəmiyyətdə yaşamamalıdır deyilən insanların bəlkə də içində həmin o olmaq istəyi var. Sadəcə olaraq el qınağına görə ola bilmir. bu cür nifrət dolu rəyləri yazan da xüsusilə kişilərdir. Hamısı yox, bəziləri. Mən ən başda necə qeyd etmişdim? Fərqlilik. Daima hər kəs fərqli olmaq istəyir. Fərqlənmək istəyir. Artıq cəmiyyətdə də müəyyən bir kütlə fərqləndiyi zaman onu qəbul etmirlər. Qəbul edə bilmirlər. Misal üçün, qadınlar haqqında belə bir fikir var. Qızların saçı uzun olmalıdır. Bəli, Qısa saç görəndə oğlan saçı deyirlər ona.
Oğlan kimsən deyirlər. Bu cür qələmə verirlər. Onun fərqliliyini, onun stilini, onun seçimini heç kim düşünmür. Bu sərbəstlik hər kəsə verilir. Yəni biz azadlıq deyirik. Azadlığı insanlar bəzən çox yanlış anlayır həqiqətən. Bunu geyimdə, rahat öz sözünü ifadə etməkdə bu doğrudur. Amma söz azadlığı var deyib elə hər yerdə, istənilən yerdə hər bir şeyi danışmaq səlahiyyəti heç kimə verilmir. Aidə onun peşəsindən tutmuş, statusundan tutmuş. Buna əsasən belə hər kəs danışdığı ifadəyə fikir verməlidir. Bu yaxınlarda belə bir hadisə ilə rastlaşmışdım. Yol getdiyim zaman oğlan uşaqlardı, çox cavan oğlan uşaqlardı. Narkotikdən danışırlar. Hı -hı. Sadəcə olaraq narkotikin adını bilirlər. Amma narkotikin növləri haqqında məlumatları yoxdur, təsirləri haqqında məlumatları yoxdur. O narkotikin onlarda yaratdığı fikir var idi artıq. Yeniyetmə uşaqlardır. Yəni nə üçün, nə məcbur edir ki, sən yeniyetmə bir şəxs olaraq özünü dərk etdiyin bir dövrdə. Mən demirəm müzakirə edilməməlidir, edilməlidir. Amma bunu bir necə izah edim, çox adi bir şey kimi qələmə verirlər və çox adi bir söhbət kimi edirlər. İstənilən yerdə, istənilən yəni yolda keçəndə bunu danışmaq düz deyil. Doğru Bəli. bir davranış deyil. Sən onu danışdığın zaman sənin yanına uşaq da keçə bilər və uşaq da bunu eşitdiyi zaman artıq beynində avtomatik olaraq sual yaranır. Narkotik nədir? O nədir ki, bundan belə maraqla danışırlar? O nədir ki, buna görə plakatlar asırlar hər yerə? Biz indi LGBT-dən danışırdıq, eyni qaydada. Bu barədə də belə. Hər yerdə danışmaq doğru deyil. Biz bundan nə qədər danışsaq, biz buna nə qədər etiraz etsək, biz buna nə qədər qarşı çıxsaq, o qədər artacaq. Buna belə bir misal çəkim də. Valideynlər bəzən olur ki, uşağı o qədər qoruyurlar ki, həyətə düşmə, qum var, torpaq var, xəstələnərsən, bakteriya keçər sənə, daima qoruma içərisində olurlar. Amma bir valideyndən misal çəkək ki, heç xəbəri yoxdur uşağı hardadır, kiminlə oynadı, necə oynadı, antisanitar yerdə oynadı, fərqi yoxdur onun üçün. Müqayisə etsək, xəbəri olmayan, yəni mən demirəm ki, bu doğru davranışdır, yanlışdır. Müəyyən bir idarə altında olmalıdır uşaq. Nəzarətdən kənarda da olmamalıdır. Amma ən azından o sərbəstlik uşağa verilməlidir. Gəlin də o uşaqları müqayisə edək. Daha çox qorunan uşaq daha çox xəstəxanaya gedir. Daha çox həkim qəbulunda olur. Daha çox xəstələnir. Çünki həssas olur onun bədəni. Biz xəstələndikcə bizdə immunitet sistemi yaranır. Bədənimizdə həmin bakteriyalara qarşı antitellər yaranmış olur. O uşağı o qədər qoruyurlar ki, o bakteriya heç onun bədəninə düşmür. O antitel yaranmır. Artıq müəyyən bir adi qrip olsun. İndi qış ayındayıq. Hər kəsin xəstələnən dönəmidir. Müəyyən bir yanında kimsə askıran kimi bu qrip hava ilə keçən yoluxucu xəstəlikdir. Hava ilə ona daha asanlıqla keçir. Çünki onun antitelləri, immunitet sistemi zəifdir. Deməyim odur ki, bu misal ona görə çəkdim ki, nədən çox qorunacaqsa, ona yoluxmağımız daha çox. Çünki antireklam deyilən bir şey var. Antireklamın özü də bir reklamdır. Doğrudur. Keçəkmi növbəti xəbərə? Keçək. Elə narkotik asılılığından danışmışkən istəyirəm növbəti xəbərimizi bu asılılıqlardan biri ilə davam edək. Asılılıqlardan biri də qumar asıllığıdır ki, belə bir xəbər də yayılıb. Bəzi influencerlər bunun üstündə tutulub. Hansı ki, qaydasız, qanunsuz qumar saytlarını reklam ediblər. Buna görə tutulublar. Reklamı qoydum bir kənara. Bunun özü də bir problemdir. Artıq cəzalarını alıblar. Bu başqa məsələ. Mən istəyirəm biz diqqətimizi yönəldək qumara, yəni qumar asıllığına, o insanların psixologiyasına. Nə tapırlar onda? Niyə vaz keçə bilmirlər? Asosial insanlar. Daha çox özünü ailədən, insanlardan təcrid edən şəxslər özlərini oyunda tapır və varlanmaq, tez zamanda zəngin olmaq istəyindən yaranır. Bu həm yenə də gələcək kütlə psixologiyasına, sürü psixologiyasına insanlar ən qısa müddətdə zəngin olmaq istəyir, daha çox pulunun olmasını istəyir, şanslı olmağı istəyir ki, mən də öz həmcinslərimlə, öz həmyaşıdlarımla eyni səviyyədə olum. Amma bunu hər zaman qeyd edəcəm. Bir nüansı gözdən qaçırırıq ki, həmin şəxsin həm o yaş faktoruna əsasən, həmçinin də onun böyüdüyü mühitə əsasən. Hamı da fərqlidir. Böyümə mühiti olsun, hətta eyni yaşda belə ola bilərik. Amma onun böyüdüyü mühitdə
və onun anladığı, dərk etdiyi o dünya görüşü fərqli olduğu zaman eyni səviyyədə olma ehtimalı azdır. Bunları dərk etməliyik birinci növbədə. Daha sonra isə gələk həmin şəxslərə asılılığın kökündə davranış pozuntusu dayanır və cəzalandırmaq. Valideyni, sevdiklərini, ətrafındakı şəxsləri cəzalandırmaq istəyindən yaranır. Davranış pozuntusu da bəzən hiperaktiv şəxslərdə də bunu görə bilərik. Amma davranış pozuntusu elə bir psixoloji problemdir ki, etdiyi davranışın yanlış olduğunu belə dərk edə bilmir bəzən. Dərk etdikləri zaman isə bununla mübarizə aparmaqda çətinlik çəkmiş olurlar. Onlar oynadıqca beyində bir fikir yaranır ki, mən bunu qazanmalıyam. Gəl buna belə bir misalla izah edeyim. Məsələn, biz gedirik sırada hər hansısa bir şey alacağıq. O məhsulun satışa çıxarılmasını gözləyirik. 1 saat gözləyirik, deyirik ki, eybi yoxdur, biraz da gözləyim, gələcək. Biraz da gözləyim, gələcək. Saatlar keçir. Bəlkə də o 4-5 saat içində gedib neçə işini görər. Bəli. Gözləyir ki, qoy gözləyim, gözlədiyim həm həva getməsin, boş yerə getməsin. Həm də ki, o çıxsın birinci mən götürüm. Eyniyyətlə burada da eynidir. Bizim beynimizdə belə fikir formalaşır ki, 10 manat pul yatırmışam, qoy 10 manat da yatırım ki, daha çox gəlsin mənə. Və yaxud da el arasında bunun məsələ də var. Qaz gələcək yerdən toyuq əsirgəmir. Bəli. Və həmçinin də belə bir fikir də yaranır ki, ola bilər həmin şəxslər qazanıb. Məsəl üçün 10 manat qoydu, 10 manat qarşılığında 100 manat pul qazandı. Mən bu dəfə qazandım. Gələn dəfə 20 manat qoyum, 200 manat qazanım deyərək. İndi qayda olaraq prosesi tam açıqlığı ilə, yəni doğru şəkildə deməyə bilərəm, amma müəyyən bir misallar çərçivəsində deməyə çalışıram. Ümumi məqsəd odur. Daha çox qazanmaq, daha çox eləmək, hamıdan öndə olmaq. Yəni istək budur. Burada da beyində qazanmaq istəyi var da, ödüllənmək. Uşaq vaxtı həmin şəxslər ödüllendirilmədiyinə görə uğurları, görülmədiyinə görə böyüyəndə özlərini ödüllendirməyə çalışırlar, dəyərləndirməyə çalışırlar. Bunu sanki müəyyən bir mərhələlərdən keçdim, oyun oynayaraq edirlər də bunu. Oynadım, zəhmətim keçdi, zamanım keçdi. Sonda mən pul qazanmalıyam. Bu dəfə alınmadı, gələn dəfə alınacaq. Bu dəfə alındıra bilmədim, gələn dəfə yenə alınacaq. Bu dəfə alındı, gələn dəfə daha çox etsəm, daha çox alınacaq. Və hətta ola bilər ki, müəyyən bir yüksək məbləğdən nəyisə qazana bilərlər. Amma yenə də məqsəd pul qazanmaq olmayacaq artıq burada. Beyində o boşluğu bəsləməyə gəlib çıxacaq. Bəzən ola bilər ki, qumar asılılıqlarında heç məqsəd pul qazanmaq deyil, zənginlik deyil. O həvəs olaraq gəlir. O emosiyanı artıq bəsləmiş olur. Çünki valideynlər tərəfindən görülməyib, valideynlər tərəfindən dəyərləndirilməyib, qiymət verilməyib işlərinə qarşı bunu da bu cür artıq o beyin olaraq hərəkətə çevirir. Buradan valideynlərə də mən istəyirəm səslənək ki, ilk öncə onu demək istəyirəm ki, müqayisə də elə ailədən başlayır. Övladlarınızı başqaları ilə müqayisə etməyin. Xalqın uşağı terminini artıq yığışdırın. Bir də istəyirəm ki, sən də valideynlərə bir çağırış edəsən ki, tərif etməyi, təqdir etməyi övladlarını bacarsınlar. Yəni hər zaman tənqidlə böyütməsinlər. Elə mənim heç çox söz deməyimə ehtiyac yoxdur. Sən müəyyən bir nüansları qeyd etdin burada. Bəli, müqayisə etməməliyik. Və bir şey də unutmamalıyıq ki, onlar sizin övladınızdır. Sizin böyütdüyünüz övladlardır. Sizin tərbiyəniz, sizin mühitin içində olan övladlardır. Əslində burada siz övladlarınızı deyil, özünüzü həmin o müqayisə etdiyiniz uşağın valideynlərinlə müqayisə etməlisiniz. Ki, mən harda səhv etdim? Mən onun etmədiyi nəyi etmədim ki, mənim övladım mənə qarşı bu cür deyil və yaxud da mənim övladım bu cür davranmır. Mənim övladım universitetə daxil olmadı. Əslində o övladı yetişdirən valideyn özü olduğuna görə öz-özünə diqqət etməlidir. Mənim məqsədim burada valideynləri günahlandırmaq deyil, əsla. Sadəcə olaraq reallığı nəzərinizə çatdırmaq istəyirəm ki, əziz valideynlər, əziz ümumiyyətlə cəmiyyətin hər bir üzvü, çalışaq ki, sevdiyimiz hər bir şəxsi, həyatımızda olan hər bir insanı kimlərləsə müqayisə etməyək. Və bunu unutmayaq ki, bizim qarşımızdakı insan bir güzgüdür.
Biz necə davranırıqsa, biz necə münasibət bəsləyəriksə, qarşımızdakı insan da bizə eynilə o cür davranar. Qarşıdakı insanda deyil, özümüzdə səhv axtaraq görək, biz nədə yanlış etmişik ki, mənə qarşı bu cür münasibət bəsləyir. Hə, ola bilər ki, qarşındakı insan münasibətini düzəltmək istəyə bilərsən. Övladının davranışlarını düzəltmək istəyə bilərsən. Bu zaman öncəliklə özünlə olan münasibətini düzəlt, daha sonra isə başqalarının münasibəti sənə dəyişəcək. Bu avtomatik olan bir şeydir. Sən özünü dərk edəndən, sən özünü kəşf edib, qəbul etdiyin zaman, özünlə münasibətin düzəldiyi zaman ətrafındakı olan hər bir şey dəyişmiş olacaq. Bəli, Aydan. Keçək növbəti xəbərə. Bu xəbər təəssüf ki, heç ürək açan deyil. Ötən gecə Göygöldə 2 nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol qəzasının detalları məlum olub. Ağır yaralanan gənclərdən biri atasının avtomobilini qaçırıb. Minik vasitəsini idarə etmək üçün dostu 27 yaşlı Elvin Məmmədova verib. Kadrlardan da aydın olduğu kimi hadisəyə səbəb Elvinin avtomobili yüksək sürətlə idarə etməsi olub. Maşındakı sərnişinlər ondan dəfələrlə yavaş sürməsini xahiş etsələr də, o deyilənlərə məhəl qoymayıb. Mən istəyirəm ki, elə video materiala bir yerdə baxaq və daha sonra təhlil edək. Maşallah sen ne sizin? 220. Maşallah ona. Hayır. İyi misin sen ben tam yavaş. Hayır. Eleme. Bəli, Aydan, video materialı izlədiyimizə görə mən istəyirəm sözü sənə verim. Burada sevinç, bunu qeyd edeyim ki, insan beynində adrenalin o xaos istəyi olur. Onu tətmin etmək üçün bu cür sürət daha fərqli, yəni insan ölümə yaxın olduğu zaman beyində avtomatik olaraq adrenalin hormonu ifraz olunur və bu ifraz olunduqca da serotonin, dopamin hissi də artmış olur, yəni xoşbəxtlik hormonları artır. Yəni bir-biri ilə əlaqədardır. Xoşbəxtliyi yanlış anladığımıza görə, yəni yanlış şəkildə yaratdığımıza görə o adrenalin də bu cür özünü göstərmiş olur. Bu cür sürət psixologiyası da deyə bilərik buna. Sürət psixologiyası, onu biraz aça bilərsən? Bəli, sürət psixologiyası dediyim hər yerdə göstərir. Yəni bu maşını sürətli sürmək olsun, daima bir yerə tez çatmaq istəyi olsun. Adi az öncəki xəbərdə də qeyd etmişdim ki, tez zəngin olmaq istəyi olsun. Sanki daima nələrisə çatmağa çalışırıq. Sürətli olmağa çalışırıq. Tez bitsin, tez edim, tez sürətli edim ki, nələrsə əldə edim, qazanım, zamanım getməsin. Əslində biz biraz fəlsəfi olaraq gedəcək bu, zamanı unutmalıyıq. Zamanı bizdə yaradan o saat əqrəbləridir bu qədər. Əslində zaman yoxdur. Yəni biz bunu sadəcə gördüyümüzə görə deyirik ki, zaman axır, zaman axmır. Biz sadəcə olaraq bu dövrü yaşayırıq, bu yaşam həyatımızı yaşayırıq və bizim o yaşanma sonumuz nə zaman çatacaqsa, o zaman artıq o dünyadan getmiş olacağıq. Bu da zamanla bağlı deyil, zamanı çatdı, dünyadan köçdü. Bugün zaman anlayışını çox qəribələşdiriblər. Həm deyirlər ki, zaman axıb gedir, biraz cəldi olmaq lazımdır. Bir tərəfdən də deyirlər ki, anı yaşamaq lazımdır. Aydan biz neyniyək? Ən sağlamı anı yaşamaqdır. Amma yenə də balanslı şəkildə. Həyatda yaşamaq istəyiriksə, sözün əsl mənasını yaşamaq deyirəm. Yaşamaq istəyiriksə, balansı qorumağı bacarmalıyıq. Həyatımızın hər nöqtəsinə aiddir. Bu biraz çox ətraflı getdi. Gəldik biz xəbərə. Xəbərdə qeyd etdim ki, 27 yaşındakı oğlan daha sürətli sürür. Özünü müəyyən dərəcədə artıq dərk edən bir şəxsdir. Yəqin ki, həmin şəxs o hər zaman nə dedik biz? Kütlə daxilində nə var? Güclüsənsə qorxusuz olarsan. O qorxusuz olma istəyi də, həmçinin adrenalin hormonu da bir-biri ilə artıq bir yerə gəlib, yəni paralel şəkildə gedirlər ikisi də. Beyində avtomatik olaraq yetinməmək, doyumsuzluq yaranır. Bununla da bilavasitə eyfariya dərəcəsinə çatmış olur duyğular. O eyfariya çatdığı zaman isə insan həqiqətən də doymur. Asılılıqda necə olur? Asılılığın ən pik nöqtəsi eyfariyadır. Eyni dərəcədə biz buna da hətta asılı deyə bilərik. Xaos asılılığı, adrenalin asılılığı. Bundan doymur, sürətli olur. O anki situasiya daxilində olduğuna görə dərk edə bilmir o situasiyanı. Çünki o duyğunun, o həzzin, o zövqün yaşamağındadır hal-hazırda.
Ətrafdakılar biz özümüz də gördük ki, hər kəs ona qorxularını önə çıxardırlar. Amma o bunu düşünmür, düşünə bilmir əslində. Affekt halda olur beyin və beyin də ayıla bilmir. Beyin ayıldığı zaman isə təbii ki, artıq gec olmuş olur. Gərək həmin şəxsə o sürətli olduqca daha çox sürətli olmaq istəyir. Bu sürət də artdığı zaman da yenə doymur bundan. Yəni bu cürdə təbii ki, artıq həm öz həyatında, həm də bir başqalarının həyatına təsir etmiş oldu. Bəli, Aydan, bu buraxılışımızın da sonuna gəldik. Təşəkkür edirəm sənə rəylərin üçün, təhlillərin üçün. Sizə də izlədiyiniz üçün minnətdaram. Aydan, sən də sağ olar. Elə isə mən də sağollaşım, yekunlaşdıraq. Təşəkkür edirəm izlədiyiniz üçün, əziz izləyicilər. Ümidvaram ki, bu gün də müəyyən xəbərləri sizin nəzərinizə tam doğru şəkildə fərqli prizmadan çatdırmağı bacardıq. Əgər sizlərin də hər hansı bir əlavəniz olarsa, rəylərdə qeyd etməyi unutmayın. Bütün fikirlərə, hətta bütün tənqidlərə açığam. Ümid edirəm ki, həftə hamımız üçün xoş keçər. Növbəti həftə görüşmək ümidi ilə. Sağ olun.